Bəzən bir neçə saniyədə bir ad qəhrəmanlığın simvoluna çevrilir. Yalnız ailəsinin deyil, həyatını xilas etdiyi onlarla insanın yaddaşında əbədi qalır. Hökmə Əliyeva. Hamı kənarlarını bağlasın. Hörmətli sərnişinlər, təlimata uyğun hərəkət edin, hər şey yaxşı olacaq. Bugün onun adı qəlbimizdə yaşayır. Burada, Qazaxstanda Hökmə Əliyevanın adını daşıyan xüsusi xilasedici texnika istehsal olunur. Подобная машина уже, одна машина в составе миротворческого контингента. Bənzər bir avtomobil artıq sülh məramlı kontingentin tərkibində Hollandiya yüksəkliklərində missiyasını yerinə yetirir. Bu avtomobilin bu il göndərilməsi planlaşdırılır. Ötən il Azərbaycan Hava Yolları təyyarəsinin qəzasından sonra və Hökmə Əliyevanın qəhrəmanlığından ilhamlanaraq şirkətimizin rəhbərliyi və səhmdarları belə bir qərara gəldi ki, həyat qurtaran bu avtomobil də Azərbaycanın milli qəhrəmanının adını daşısın. Avtomobildən təhlükəli ərazilərdən yaralıların təxliyəsi üçün istifadə olunacaq. Данный автомобиль, бронированная колесная машина «Орлан». Bu avtomobil zirehli təkərli Arlan maşınıdır. O, döyüş maşını kimi dizayn edilsə də, sanitar avtomobil kimi təchis olunub. Bütün silahları çıxarılıb və tibbi avadanlıq quraşdırılıb. Bu, ilk tibbi yardım və döyüş bölgəsindən yaralıların təxliyəsi üçün nəzərdə tutulmuş bir avtomobildir. Perimetr boyunca işıq siqnal sistemi və gecə şəraitində yardım göstərmək üçün işıqlandırma qurulub. Buraya xüsusi uzanan platforma quraşdırılıb ki, bu da yaralıların avtomobilə daşınmasını asanlaşdırır. Avtomobilin içərisində iynə vurmaq və yüngül əməliyyatlar aparmaq üçün lazımi avadanlıqlar mövcuddur. Avtomobil eyni anda neçə yaralını təxliyə edə bilər və onun keçid məsafəsi nə qədərdir? Avtomobil eyni anda 6 yüngül yaralını və ya 3 yüngül və 2 ağır yaralını təxliyə edə bilər. O, magistral yolda saatda 80 km sürətlə 600 km məsafə qət edə bilir. Avtomobilin gövdəsində yazılmış ad sadəcə hərflər deyil. Bu, qəhrəmanlıq və cəsarətin simvoludur. Bu, əsl qəhrəmanların heç vaxt ölmədiyinin sübutudur. Rövşən İlyasov, Cəmən İlyasova, Azərbaycan televiziyasının Mərkəzi Asiya bürosu, Qazaxstan, Astana.